Mərhələli investisiya strategiyası isə bu emosiyaları xeyli azaldır. Çünki siz bazarın qısa müddətli hərəkətlərinə fokuslanmırsınız. Siz sadəcə əvvəlcədən müəyyən etdiyiniz plana uyğun şəkildə investisiya edirsiniz. Məsələn, hər ay eyni məbləği investisiya etmək kimi. Bu isə investisiyanı daha sistemli və daha nizamlı edir. Bu strategiya xüsusilə yeni investorlar üçün çox rahatdır. Çünki birincisi, bazarın ən yaxşı vaxtını tapmağa ehtiyac yoxdur. İkincisi, böyük məbləğlə başlamağa ehtiyac yoxdur. Üçüncüsü isə investisiya vərdişi çevrilir. Bir çox uğurlu investorların istifadə etdiyi yanaşma da məhz buna bənzəyir. Onlar bazarın qısa müddətli hərəkətlərinə fokuslanmaq əvəzinə uzun müddətli düşünürlər. Çünki investisiya dünyasında çox məşhur bir fikir var. Bazarı təxmin etməkdən daha vacib olan şey bazarda mümkün qədər uzun müddət qalmaqdır. Uzun müddət bazarda qaldıqda isə investisiyanın ən güclü faktorlarından biri işləməyə başlayır. Bu faktor zamandır. Zaman keçdikcə investisiya tədricən böyüyür və qazanc gətirməyə başlayır. Sonda belə bir nəticə çıxarmaq olar. Uğurlu investor olmaq üçün bazarın dahisi olmağa ehtiyac yoxdur. Bəzən sadəcə səbirli olmaq, planlı olmaq və davamlı investisiya etmək kifayətdir. Və bəlkə də investisiya haqqında yadda saxlanmalı ən vacib fikir budur. Bazarın ən yaxşı vaxtını tapmağa çalışma. Sadəcə davamlı şəkildə investisiya etməyə başla.